Uşaqlarda ağciyər kistaları, ağciyərdə olan, döş qəfəsində olan kistalar, valideynlər sual verir ki, bunlar anadan gəlmə yaranma səbəbləri nədir? Genetik faktorların təsirləri varmı? Bəli, genetik faktorlar 8-12% halda ağciyər kistalarında yaranma səbəblərində ola bilir. Amma ümumilikdə bu kistlərin yaranma səbəbi ağciyərin öz toxunmasından ola bilir, sekvestrasiya dediyimiz bir kist ola bilir, ağciyərdə kistanızmız malformasiya ola bilir, bronxogen kist ola bilir və yaxud döş qəfəsində teratomalar ola bilir. Və bunların hamısının yaradan səbəblər ətraf mühitin təsiri, anan keçdi stres, əsəb, qidalanma, müxtəlif hormonal preparatların qəbulu və digər faktorlar. Və döş qəfəsində kista varsa nə etməliyik? Əlbəttə bu doğuş ana bəttində izlənən bir prosesdir. Bəzi kistalar geriyə çəkilir, itir. Amma bəzi kistalar, məsələn, sekvestrasiyadan danışdıq. Sekvestr damar üzərində olan ağciyər toxumasıdır. Onun özünün arteriyası olur. Amma bronxu olmur, tənəffüs iştirak eləmir. Ağciyər içində də ola bilər, ağciyərdən kənarda ola bilər. Məsələn, biz sizə arxa planda videoda göstərəcək ağciyərdən kənar olan bir sekvestrasiya, pasiyent yeni doğulmuşdur. Ağciyər sıxaraq inkişafdan saxlayır. Torakoskopik olaraq bu kistlər aradan qaldır. Əgər simptomatik olaraq ciddi şəkildə təsir verirsə, tənəffüs və ürək çatışmazlığı doğulan kimi əməliyyat olunur. Əgər yox, gec bir müddətdə təsir verirsə və yaxud artıq pasiyent biraz böyüyüb, çəki alandan sonra torakoskopik şəkildə, yəni kəsilsiz aradan qaldırmaq mümkündür. İzlədiyiniz üçün təşəkkür edirik.